Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Xəbər səsi xəbər verir ki, bu barədə konkretaza Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində əsən mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında isə əsasən gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntıların leysan xarakterli və intensiv, bəzi ərazilərdə isə qar şəklində olacağı ehtimal edilir. Arabir duman müşahidə olunacaq. Qərb küləyi gündüz saatlarında bəzi yerlərdə güclənəcək. Rayonlarda havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-dan 5 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcə isti olacaq.